Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Yenə şənbə günüdür. Şəhərdə gəzərkən bizim diqqətimizi bax bu maraqlı gənclər çəkdi. Gəlin yaxınlaşaq bu gənclərə, görək bu gənclər kimdir, bu gənclər nə edirlər burada? İstirahətə çıxmısınız, yoxsa belə şou göstərirsiniz? Yox, bizim məşq proseslərimiz, ümumiyyətlə boş vaxtlarımızı belə keçiririk. Hansı idman növü ilə məşğulsunuz? Trekking idman növü. Bu trekking idman növündən danışardınız. Bu sadəcə göstəriş formasıdır. Bütün idman növlərinin qarışıq hazırlanmış formada göstərişidir. Bunlar da qrupların üzvüdür. Bəli, qrupların üzvləridir. Yığma komandanın üzvləridir. Hansı formada şoular göstərirsiniz? Bizdə ümumiyyətlə akrobatik, bir də döyüş formaları olur. İki formada əsas. Soyuq deyil sizə? Yox, soyuq deyil. Sadəcə biz hərəkətdə eləyəndə qızışır. Sizin birlikdə olan hər hansı bir nömrəniz var? Var, sinxron hərəkətlər var. Ən ekstrem hansıdır bunlardan? Ən ekstremal hərəkət, ümumiyyətlə çox hərəkətlər sayılır. Göydə daha çox fırlanmalar, göydə daha çox saltolar. Neçə saniyə qala bilirsən göydə? Belə maraqlıdır. 2 saniyə qalaram yəqin ki. Uşaqlar, indi hansı hərəkətləri göstərirsiniz? İndi parkur hərəkətlərini göstərəcəm. Hansı ki parkur trekkingdə var. Bu idman növünün hərəkətləri var. Bayaqdan siz hərəkətlər divara dırmaşırsınız, göydə uçursunuz. Mənə maraqlı gəlir. Görün mən bacarıram yoxsa yox. Səniz bacarıram yoxsa? Bacararsınız, özünüzə inansaz bacararsınız. Qorxuram həqiqətən, həyəcan keçirirəm, görək. İndi burada deməli breakdansdan hərəkətlər eləyəcəyik. Sən breakdansı bacarsan yoxsa? Yəni azdan çoxdan bacarıq trekkingə görə. Bax belə hörmətli tamaşaçılar, bugünkü sujetimizdə biz sizə trekkinglə məşğul olan bu gəncləri tanıtdıq. Sağ olun, salamat qalın.